Bakının Keşlə qəsəbəsində yerləşən avtomobil təmiri mərkəzi ilə bağlı şikayət var. Bir xəbər media Milli Aza istinadən xəbər verir ki, şikayətçinin iddiasına görə 2017-ci il istehsalı olan Ford Fusion markalı avtomobili təmirə verdikdən sonra orijinal hissələr qeyri-orijinal və köhnə detallarla əvəz olunub. Onun sözlərinə görə avtomobil 1 sentyabrdan 18 sentyabr tarixləri arasında Keşlədə yerləşən Ford klub servisində təmirdə olub. Həmin müddətdən sonra nəqliyyat vasitəsinin günəş ştorkaları, tavan örtüyü, qapı dəstləri, təhlükəsizlik kəməri və yan güzgüləri dəyişdirilib. Əvvəl maşınımız tam orijinal idi. Təmirə verdikdən sonra detallara baxanda fərqli hissələrin quraşdırıldığını gördük. Sonradan müəyyən etdik ki, hissələrin bir çoxu 2013-cü ilin Ford Fusion modelindən götürülüb deyə avtomobil sahibi bildirib. Şikayətçinin sözlərinə görə servis rəhbərliyi məsuliyyəti qəbul etməyib və təhlükəsizlik kameralarının hər şey göstərdiyini iddia edib. Lakin vətəndaş bununla razılaşmır və hadisəni açıq-aşkar oğurluq adlandırır. Məsələ ilə bağlı vətəndaş polisə ərizə ilə müraciət edib. Hazırda hüquq mühafizə orqanları şikayəti araşdırır. Şikayətlə bağlı Milli Azın əməkdaşı Ford klub servislə əlaqə saxlasa da, özünü servisin hüquqşünası kimi təqdim edən şəxs əvvəlcə rəsmi sorğu ünvanlamağımızı istədi. Daha sonra elektron mail hesablarının olmadığını iddia edərək məsələdən yayınmağa çalışdı.